oturmam bu ayaqlarımda ağrı olur. Harasında? Elə iliklərim ağrıyır. Sümüklərim içərisi ağrır, elə təbirir. Aha. Hə, elə ki, hər axşam ağrıyır da. Gündüz ağrımır. Xeyr, gündüz işdə olanların gəlirəm deyən ağrımır. Amma axşam elə gəlirəm, nəsə istirahət edəndə, siz də baxsın, uzananda ağrılar başlayır. Neçə yaşın var? 40. Çəkə nə qədərdir? Saçım hafta 65. Normal, aydındır. Aha, nə qədər vaxtı var bu ağrılar? Hardasa bir il yarım belə. Heç tədbir görübsənmi, müayinə elədibsənmi, ay Seymur bəy? Bir-iki dəfə həkimə getmişəm, müalicə yazmışdı, dərmanlar idi, tabletkalar. Atmışam, kəsir, təzdən yenə. B3 vitamin yazmışdı, onu atdım, kəsirdi, təzdən yenə atmışdı. Müalicə dərmanı kəsəndən nə qədər sonra yenə ağrı başlayırdı? Elə demək olar ki, bir ay yarım. Dərmandan kəsiləndən bir ay sonra, ay yarım sonra yenə ağrı başlayırdı. Şikinlik yoxdur ki oynaqlarında. Xeyr. Siz hər axşam bir kələmi götürün, yarpağını. 2 kələm yarpağını, biri sağ ayağınıza, biri sol ayağınıza. Qaynar suya salın, 1 dəqiqə qalsın. Çıxardandan sonra döyəşləyin, üzərinə bal çəkin və o həmin yerə bağlayın. Üstündən də strişlə və üstündən də yun şal bağlayın, yun bağlayın. Bir narahat olmayın, heç nəyə xeyirdən başqa ziyanı yox. Hətta imkan olsa gündə 2 dəfə dolar, yəqin ona imkan olmaz. Hər axşam elə, effektini görəcəksin.